Ben Atay Mursel Yusranoğlu 23 May 1958-ci ildə Zaqatala rayonunun Muxaq kəndində Kolxozçu ailəsində anadan olmuşam. Azərbaycan Xalq Parlamentinə namizədliyimi irəli sürmüşəm. Bunun ən birinci əsas səbəbi Azərbaycanda olan haqsızlıqlar, ədalətsizliklər, insan hüquqlarının pozulması, insan şəxsiyyətinin alçaldılması, uşaqlara dövlətdə biganə münasibət, qayğısızlıq, bu kimi hallar məni vadar etdi ki, Azərbaycan Respublikamızın ağıllı, cəsarətli, bacarıqlı, qabiliyyətli ziyalıları toplaşdığı bir qrupunda mənim də səsim və yerim olsun. Dəyərli izləyicilər, mən 1975-ci ildə Zaqatala rayonu Muxaq kəndi orta məktəbini bitirib, sonra 1975-ci ildə də 16 nömrəli texniki peşə məktəbinə Bakı şəhərində daxil olmuş və bir illik qruplarda fərqlənmə diplomu ilə ağac emalı üzrə dəzgahçı ixtisası üzrə bitirmişəm. Həmin ili Bakı Sənaye Pedaqoji Texnikumuna qəbul olunmuşam. 1981-ci ildə sənaye mülki tikinti istehsalat təlimi ustası ixtisası ilə bitirərək təyinatımı Zaqatala rayon təhsil şöbəsinə, indiki o vaxtki maliyyə şöbəsinə almışam. 1981-ci ildən Muxaq kənd 1 nömrəli, 2 nömrəli, 3 nömrəli Zəyəm kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərmişəm. 1984-cü ildən irəli çəkilərək Muxaq kənd 1 saylı orta məktəbində tərbiyə üzrə təşkilatçı vəzifəsində işləmişəm. Həmişə ictimai fəal olmuşam. Məktəb partiya təşkilatının katibi, Həmkarlar İttifaqı Komitəsinin sədri, Maarif Ali Məktəb Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Zaqatala rayon komitəsi rəyasət heyətinin üzvü, ilk partiya təşkilatı katibi, bir neçə çağırış kənd soveti və rayon sovetinin deputatı olmuşam. Sovet sədri, kənd sovetinin sədri vəzifəsinə seçilmişəm. İşlədiyim bütün müddətlərdə heç bir dəfə də olsun nə xəbərdarlıq, nə məzəmmət, nə danlıq almamışam. Zaqatala rayonunda xalq hərəkatının yaradıcılarından biriyəm. Azərbaycan Xalq Cəbhəsi Dayaq Dəstəsinin Zaqatalada formalaşmasında xüsusi təşkilatçılığım, əməyim, zəhmətim vardır və təsis konferansını 12 saat iş müddətini tək başına icrasını idarə eləmişəm. İdmanı çox sevirəm. Voleybol üzrə idman ustalığından namizədəm. İctimai əsaslarla məşqçi və s. bu kimi fəaliyyətim olub. 81-ci ildən Lenin adına o vaxt ki Azərbaycan Dövlət Pedaqoji İnstitutuna, Fizika Fakültəsinə, Fizika Ümumi Texniki Fənlər Əlavə Texnologiya ixtisası üzrə qəbul olunmuşam. Qəbul olunaraq ali təhsil almışam. Fizika Ümumi Texniki Fənlər Əlavə Texnologiya ixtisası üzrə müəlliməm. Evliyəm, 4 uşağım var, 8 nəvəm vardır. Diqqətinizə görə təşəkkür edirəm.